Hər kəsə salam. Bu gün sizə bu kitab haqqında danışmaq istəyirəm. Bu kitab məncə kitab sərgisindən sizə tanışdı. Çünki o videoda çəkmişdim. Niyə bəs bu kitabdan danışmaq istəyirəm? İlk olaraq onu vurğulamaq istəyirəm ki, artıq buraxılış imtahanının birinci növbəsi, yəni uşaqlar bilmirəm necə düzgün ifadə eləmək olar ya yox. Yəni öz imtahanlarını veriblər, ən azından birinci zonadan uşaqlara və imtahan barəsində çətindir deyən var, vaxt çatmadı deyən var. Yəni bir sıra şikayətlər var və bu mövzunu fikirləşəndə, yəni hər il eyni şeylər müxtəlif formada təkrarlanır və bu mənim marağımı çəkən bir mövzudur. Çünki abituriyentləri əhatə edir və abituriyentlər də gələcək bir bakalavrdır, magistrdır, gələcəyin bir şəxsiyyətidir və s. Yəni ümumilikdə uğur qazanmaq üçün addım atan şəxslərdəndir. Və mən də düşündüm ki, bu kitabı oxuduqca nə qədər də həqiqətən, yəni uğurla bağlı hissələr var ki, insanı uğura necə təhrik eləmək, necə məqsəd tapmaq, necə bir işə qoymaq, onlar haqqında danışır. Yəni kitab belə var, bəzi kitablar ilk səhifəsindən oxusan deyirsən ki, aha bu o kitabdır. Axtardığım kitab budur və bu həqiqətən də məncə o kitablardan biridir. Ona görə biraz sizə şərh eləmək istəyirəm və sevdiyim hissələrdən çox qısa oxumaq istəyirəm və hamısını oxumayacağam. Bilmirəm, bəlkə də eyni düşünmürük və bu fikirlər sizə xoş gəlməyə bilər və s. Sadəcə özüm oxuduqca xoşladığım hissələri paylaşmaq istədim. İlk olaraq Gambattedən danışır. Gambatte sözünün mənasını və buranı necə ifadə edir? Deyir ki, biz birini ruhlandıranda nə deyirik? Deyirik ki, uğur olsun. Niyə belə deyirik? Çünki yəni onun uğur qazanmasını, istədiyi niyyətini yerinə yetirməsini istəyirik. Amma yapanlar Gambatte deyir. Çünki onlar demək istəyir ki, təslim olma, möhkəm dayan. Ən ideal variantı odur ki, əlindən gələni et. Yəni bundan daha qəşəng düşüncə varmı? Yəni bir insanın bir niyyəti varsa və onu etmək üçün müəyyən addımlarla gedirsə, demək ki, həmin insan onsuz da əlindən gələni edir. Və birinə uğurlar demək daha konkretdir. Nəinki əlindən gələnlə yaxşısını et demək. Ona görə bu ifadə o çox xoşuma gəldi ki, kitab oxuyanda. Dedim ki, yəni mən bu kitab haqqında danışmaq istəyirəm. Ümumilikdə burada Gambatte izah edir ki, bunun Vabi-Sabidən fərqi nədir? Məsələn, biz Vabi-Sabidə nə deyirik? Deyirik ki, heç nə mükəmməl deyil də. İnsanlar gəldi gedərdi, heç nə mükəmməl deyil, hər şeyin bir mənfi tərəfi var, düşüş hissəsi var və s. Bu kitab da tam olaraq Gambattedən danışır. Yəni Vabi-Sabidən fərqlidir, amma əslində nəticə etibarilə hamısı eyni şeydir ki, vaz keçməmək lazımdır. Yəni bir şəkildə bir işıq tapıb o işığa doğru getmək lazımdır. Amma hamısı fərqli-fərqli formalarda deyir və ən çox sevdiyim tərəfi də odur. Məsələn, burada sadə düşüncə tərzi ilə Gambattenin fərqindən danışır və fərq olaraq necə ifadə edir? Deyir ki, mən bunu etmək istəmirəm deməkdənsə, istəməsəm də mən bu işə başlayacağam demək məntiqidir. Niyə? Çünki heç bir şey heç sınamamış olmaq, sınamış olmaqdan daha üzücüdür. Çünki sınayıb məğlub olmaq varkən ən azından sınayırsan və necə olduğunu görürsən. Bir də var heç sınamırsan və heç bir nəticəyə də gələ bilmirsən. Yəni hansı daha çox ağrılıdır? Məncə sınamamaq. Ona görə bu kitabı sevirəm. Yəni çoxlu bu kitabı sevirəm cümləsini işləyəcəksiniz. Bir də məsələn deyir ki, başqaları nə düşünərlər? Bu bizim bir sadə məntiqimizdir, sadə düşüncə tərzimizdir. Amma deyir ki, özüm gələcəkdə nə fikirləşəcəm? Əgər özüm zaman maşınında görə bilsəydim və s. yəni belə izah edir ki, Gambatte mənasında deyir, əlindən gələni et. Yəni daha qəşəng izah oluna bilməzdi. Sonra burada 50 fərqli fəsil var və məsələn fəsillər belə şəkillərlə ifadə olunur, cədvəllərlə ifadə olunur. Kitabı o qədər sevirəm ki, beynimdən düşüncələr belə su kimi axır və ağzım beynimdəkiləri danışmağa çatdıra bilmədiyi üçün avtomatik dilim topuq vurmağa başlayır. Nəysə, davam edək. Burada məsələn danışır Kanagavanın böyük dalğa səslərindən. Həmin o böyük dalğada arxada Fuji dağı göstərilir, dənizçilər göstərilir və böyük bir dağ göstərilir. Bu bir qravür sənətidir. Kitabın içini tam danışmaq istəmirəm ki, yəni kitabı oxumaq istəyən, maraq olan biri üçün spoiler olmasın çox da. Nəysə, burada Gambattenin məntiqindən necə danışır? Deyir ki, məsələn, düşünün ki, dalğalı bir dənizdir və siz gəmiçisiniz və o gəminin üstündəsiniz. Əgər qalsaz, nə versiya, tək versiya öləcəyinizdir. Çünki o dalğa sizi udacaq. Demək ki, sağ qalmaq üçün nəsə eləməlisiniz. Yəni orada donub qalmamalısınız. Hərəkət üçün nəsə eləməlisiniz. Bu da nədir? Əlindən gələni etməkdir. Yəni biz ətalətli insanlar deyilik, tam hərəkət eləməliyik. Burada yenə sevdiyim hissələr amma olduğu kimi oxumaq istəyirəm. Deyir ki, əgər biz dənizdə hərəkətsiz qalsaq, dalğalar bizi udar. Əgər biz həyatda yerimizdə saysaq, apatiya bizi udar. Əgər dalğanı durdura bilmirsənsə, özün dalğaya çevir. Yəni bir şey səni udacağını düşünürsənsə, o bir məsələ var ya bizim dilimizdə çox yaxşı. Qara sənin basınca sən qaramaz. Yəni görsən ki, bir şey səni bastalayacaq, onun əvəzində sən onu bastalayacaq bir yol axtar. Yəni sən dalğaya qalıb gəlməyə çalış, sən çətinliklərin öhdəsindən gəlməyə çalış. Və burada yenə deyir, məsələn, dənizə qərq olmaq varkən, həm də dalğaların üzərində şaha qalxmaq var. Yəni o dalğanı düzgün istifadə etmək insandan asılıdır. Bir də bəzi insanlar var ki, deyir ki, aha qismətlə olsa batacam, qalacam. Amma bu deyir ki, mən təcrübəmə arxalanıram və təcrübə mənə düzgün proqnoz vermək qabiliyyəti verir. Yəni dözümlü olmaq lazımdır, hər şəraitə adaptasiya olmağı bacarmaq lazımdır. Sonra məsələn növbəti fəsildə 3 il qayanın üstündə deyə bir başlıq var. Burada belə bir fikir irəli sürülür ki, bir qayanın üstündə 3 il dayanmadan da ardıcıl otursan, həmin qaya əriyir. Ya da başqa bir misal çəkilir ki, deməli Daruma rəsmi var. Bu məbəd və ibadətgahlarda satılır. Bu nədir? Talisman kimi bir şeydir. Evin ən mötəbər yerinə asılır, qoyulur daha doğrusu. Və amma gözləri yoxdur. Sən niyyət edirsən və onun gözünün birini çəkirsən. Sonra o niyyətin olana kimi sadəcə o tək göz qalır. Niyyətin olandan sonra digər çəkirsən. Yəni bizim əslində nə 3 il qayanın üstündə oturmamıza ehtiyac var, nə o gözü çəkməyə ehtiyacımız var. Sadəcə demək istədiyi odur ki, əgər nail olmaq istədiyin bir şey varsa, bunu qarşıya qoy, vizuallaşdır. Həmin o vizuallaşdırda qaya üstündə tam 3 il kimi ifadə edir. Daha sonra 4-cü fəsildə deyir ki, deyilənən daş mamır yığmaz. Yəni bu çox məntiqlidir, düzdürmü? Yəni bir şey hərəkət halındadsa, o necə mamır yığa bilər? Burada danışır məsələn onun latınca versiyası kimlərdən gəlib? Yəni atalar sözünün adaptasiya halıdır. Necə tərcümə olunub, sonra onu kimlə dəyişdirib? Demək, o hissələr dediyim kimi spoiler olmasını deməyəcəm, amma ümumi nəticəyə belə gəlinir ki, like a Rolling Stone, yəni deyilənən daş kimi son ifadə olaraq belə qalıb. Yəni əgər sənin üzərində bir mamır varsa, amma sən olmasını istəmirsənsə, o zaman yəni həmin o mamırdan qurtulmaq üçün tək yolun hərəkət etməkdir. Çünki insan qalırsa, yəni oradakı qalan daş da ətalətin simvolu olur. Amma daim hərəkət etmək, daim inkişaf etmək, daim bir şeyə doğru getmək insanın funksiyasıdır, düz deyilmi? Ona görə bu ifadə yayılır. Amma digər bir tərəfdən də deyir ki, hər şey insanın baxış bucağından asılıdır. Bunu da necə vurğulayır? Deyir ki, yaponlar bu mamır sözünü çox önəmli hesab edirlər. Çünki hələ uşaqlıq dövründən dövlət himninin bir parçasıdır. Yəni ona görə onlar üçün dəyərlidir. Mənasını da yenə orada yazıb. Deyir ki, balaca daş parçası böyüyüb sal qayaya
dönənə qədər, üzərində də mamır bitənə qədər. Yəni sən gör o qaya nə qədər orada qalmalıdır, o qədər belə öz yerini tutmalıdır ki, onun üstündə mamır bitsin də, düz deyilmi? Və bu da onu deyir ki, yəni yaponlar üçün də mamır vazgeçilməz bir bitki növü sayılır. Buradan nə nəticə gəlir? Demək ki, hər kəsin baxış bucağı fərqlidir. Mənim üçün yaxşı olan sənin üçün yaxşı olmaq məcburiyyətində deyil. Əgər sən qaldığın yerdə sənin üstünü pis mamır örtübsə, sən ondan qurtulmaq üçün hərəkət etmək məcburiyyətindəsən. Yox, sən qaldığın yerdə məmnunsansa, o mamırın gözəlliyindən məmnunsansa, səni özündən valeh edəcək şəkildə göstərirsə, onda yəni bu yerdə qalmağa, özü bu yerdə davam etdirməyə ehtiyacın var. Yəni məqsəd ondan ibarətdir ki, yəni burada əsas sual budur ki, bizim üçün yerimizdə saymağın yoxsa növbəti hədəf axtarışında dinlənməkdə davam etməyin daha yaxşı olduğunu necə bilmək olar? Yəni insan sınayaraq öyrənir. Sınayırsan, yanılırsan və öyrənirsən. Sonra məsələn var çətin və qeyri-mümkün. Bunlar deyir ki, deməli ABŞ ordusundan danışır ki, deyir çətin işləri anında yerinə yetirmək lazımdır. Qeyri-mümkünlər də biraz vaxt alır, amma onları da yerinə yetirmək olar. Daha sonra burada danışır. Deməli nədən danışır? Bir orkestrdakı violonsel idi səhv eləmirəmsə, həmin o violonsel əsərini, violonsel ifadəsini əsərə tökməkdən danışır ki, yəni uşaqlıq xəyalıdır, öz əl yazması ilə yazır. Və həmin bu hekayəni nəticədə çap elətdirməyi uzun müddətdən sonra başa çatdırır. Yəni ki, bir işə nail olmaq üçün 10 il lazım gəlsə də, 100 il lazım gəlsə də yenə danışa bilmədim. Əsas odur ki, dayanmayasan, yəni bir cəhd göstərəsən. Sonra məsələn 6-cı fəsildə danışır Sakankan. Bu nədir? Səbrin qiymətidir. Burada bir əsər deməyək, roman deyə ya da roman da olmaz. Bir dəqiqə tapa bilmədim. Əfsanə deyə bilərik ya da rəvayət deyə bilərik. Ondan danışır, bir müdürçünün oğlandan danışır ki, oğlan istəyir ki, yəni necə uğurlu olmağı tapmaq istəyir, şagird daha doğrusu və müəllim də sadəcə səbrindən gözləyir, yəni sakitliyi öyrədir, səbr öyrədir, dözmə öyrədir. Çünki kim durduğu yerdə iməkləməkdən qaçmağa başlayıb ki, hər kəs yeriməkdən başlayıb və o yeriməkdən başlamaq əslində öyrədir. Demək ki, səbir həqiqi qiymətin anladılması deməkdir. Səbir demək, yəni dözümlü olmaq deməkdir. Bir şey üçün vaxt təsvir etmək deməkdir. Hətta çox sevdiyim bir söz var, əgər tapsam bu hissəyə qoyacağam. Deyir ki, nəticə, yəni etdiyiniz hər şey anlamsızdır, ta ki o son nəticəni görmək üçün çox qəşəngdir, amma mən belə təhrif olmuş formasında dedim. 10 müddət olduğu şəklini sizin üçün bura qoyacağam. Yəni burada öyrədilən odur ki, səbirli olan mükafatını alır, tələsən isə cəzalandırılır. Necə ki, tələsən təndirə düşər. Hətta burada Ginnesin rekordlar kitabına düşmüş cütlükdən də danışır ki, həmin cütlük 80 illik bir evlilik dövrü var. Yəni bu uzun ömürlü evlilik sayılır. Hətta özləri də yüzü keçmiş şəxslərdir və s. Yəni deyir, tələsməkdən xeyir yox, sadəcə stress gələr. Tələsməmək lazımdır. Ondan sonra uduzmaq qələbədir fəsli var. Bu fəsli o qədər çox sevdim ki, çünki deyir ki, bəzən güzəştə getmək lazımdır. Çünki sənin getdiyin güzəştə gələcəkdə yaxşı bir iş yoldaşına, yaxşı bir tərəfdara, yaxşı bir müəllimə, yaxşı bir dosta səbəb olur. Yəni onu qazanmağın üçün bəzən insan güzəştə getməyi də bilməlidir. Hər zaman mən qalib olacağam deyə bir anlayış yoxdur. Hətta mən psixologiya haqqında kursda qoşulanda, yəni psixologiya materialı var idi eyni zamanda kursda da. Müəllim belə bir şey demişdi ki, yəni Azərbaycanda ikinci yer olmaq təqdir edilmir də, yəni əhali tərəfindən təbii ki. Ya yəni üçüncü yer olmaq daha hörmətli sayılır bir növ və mən qatılıram. Bəli, həqiqətən də tək Azərbaycanda yox, məncə dünyada da insanların çoxu belə düşünür ki, yəni ikinci yer olmaq nə bir ola bilmirsən. Yəni nə yaxşı deyirsən, nə pis deyirsən, ortada qalmısan da. Amma onda bir xanım belə bir cavab verdi ki, mən bəzən ikinci olmağı seçirəm. Çünki onda nə məndən çox gözlənti olmur. Ya mən onsuz da yerimi tutmuşam, amma özümü çox gözləntiyə salıb stressə də salmıram. Demək ki, bəzən güzəştə getməyi də bacarmaq lazımdır. Sonra gəlir ən uzun səyahətlər ilk addımdan başlayır başlığı. Burada danışır ki, bayaq da sizə dedim, biz iməkləyərkən qaçmağı öyrənmirik, yeriməyi sonra qaçmağı öyrənirik. Burada da deyir ki, məşhur bir rəssam bir gündə, yəni ilk dəfədən o böyük fırçaları almayıb, o portretlər yaratmayıb, o bir fırça ilə başlayıb. Roman müəllifi oxumaqdan başlayıb. Yəni hər şeyin bir başlanğıcı var. Yəni ən uzun səyahətlər belə bu bir ifadədir. İlk addımlardan başlayıb. Gərək biz addımı ataq. Axı biz addımı atmamış olsun istəyirik. Bu isə deyir ki, addım atmamış o başlamır. Yəni biz əslində hamımız bu fikirləri bilirik. Sadəcə həyatımızda tətbiq edə bilmirik və Qanbat endəsində mənasını burada açır ki, əgər ruhdan düşürsünüzsə, Qanbatdi sözünü xatırlayın. Bu yeriməyə davam etmək üçün sizə lazım olan impulsu özü verəcək. Yəni əlindən gələni et, dalında gözlə. Sonra 9-cu fəsildə, məncə bunu 10 fəsildə saxlasam daha yaxşıdır, çünki video getdikcə uzanır. Amma həqiqətən də irəlidəki fəsillərdə də çox maraqlı ifadələr var idi. Bəlkə bəyənsəz dalında çəkərəm bilmirəm. Burada danışır Oxatan və Aydan. Deməli bir necə ifadə edeyim, kyodo ustası. Belə bir usta var. Şagird gəlir, onun şagirdi təbii ki, gəlir ona məsləhət almaq üçün mən necə ən yaxşı ox atma ustası ola bilərəm. Və ustad ona tək bir, yəni bu da təbii ki, səndə tək bir yəni şərt qoyur ki, hər gün aya ox at. Yəni o ox aya çatana kimi at. Və uşaq da hətta uşağı lunatik adlandırırlar buna görə. Onun dəli olduğunu düşünürlər insanlar ki, yəni bu durmadan aya ox atır. Və uşaq bir müddətdən sonra həqiqətən amma davam elətdirir də. Sonra gəlir ki, öz ustadına deyir ki, mən aya ox atdım, amma heç biri aya çatmayıb da. Amma usta deyir ki, sən şübhəsiz ki, artıq dünyanın ən yaxşı ox atma ustasısan. Çünki burada məqsəd ay deyil. Uşaq da öz yəni təəccüblənir ki, necə yəni ay deyil. Ustad da ona fikrini bildirir ki, yəni uşaq soruşanda ki, bəs mənim hədəfim nə idi? Onda ustad ona deyir ki, oxçu özü nişan alır. Yəni əslində hədəfin ay olmaq olmalıdır. Ona doğru qaçmalısan, ona yiyələnməlisən. Yəni oxçu özü nişan almalıdır. Sən özünü ən yaxşısı olaraq görməlisən. Sonra da sahibkarlar üçün 10 Qanbati qaydası var, amma sahibkar nə əlaqə? Yəni bunu hər kəs öz həyatına adaptasiya eləməlidir deyə düşünürəm. Məsələn, birinci deyir ki, bunu edin. Deyir, əgər bir ideyanı çox təkrarlayırsa, məsələn, mən YouTube açma, yəni dostlarım təsdiqləyər ki, mən uzun illər boyu ancaq YouTube kanalı açmaq. Yəni bu ideya dəfələrlə mənim ağlımdadır. Deyir ki, əgər bir şey dəfələrlə sənin ağlındadırsa, deməli o şeyi eləməlisən. Ona görə də o ilk addımı at. Sonra ikinci addımda deyir ki, hətta bu sahədə təcrübəniz olmasa belə başlayın. Çünki deyir ki, gedişatda onsuz da öyrənəcəksən, sınayacaqsan, yanılacaqsan, bir iş götürəcəksən, o məsuliyyətlərini öyrənəcəksən. Deyir ki, hətta yəni Steve Jobs ilk iPhone yaratmağa qərar verəndə smartfon istəsəndə heç bir təcrübəsi yox idi, amma yəni iPhone-lar gündəlik həyatımızın bir parçasıdır artıq. Demək ki, ilk addım qaranlıqda alınır.
Ondan sonra gəlir səhv etmək öyrənmək deməkdir. Çünki heç kim, yəni idealı bilmir. Heç kim ideal üçün, yəni ilk addım əlbəttə ki, ilk addım atıb da ən uğurlu insan olanlar var, amma bu həm üçün keçərli deyil. Ən bacarıqlı insanlar adətən səhv etməyə kifayət qədər cəsarəti çatan və ruhdan düşməyənlərdir. Yəni səhv etmək prosesin bir parçasıdır. O olmazsa olmaz hissədir. Sonra deyir ki, möhkəm amma səviyyə olun. Yəni deyir ki, inadkarlıq sizə irəli aparacaq. Amma mütləq bir strategiyavız da olsun. Məsələn, o bayaq dediyim mamur məsələsi. Məsələn, mamur kimi düşünün. Yəni o mamuru gözünüzün qabağına gətirin. Qalanda mı sizə daha yaxşı təsir edirdi? Gedəndə mi sizə yaxşı təsir edirdi? Sonra deyir ki, işinizi mümkün qədər yaxşı görün. Deyir ki, o ən elementar bir hissə də ola bilər. Yəni o stolun arxasındakı görünməyən bir parça da ola bilər. Amma siz yenə də mükəmməl eləyin. Yəni sizin hər işiniz olduğu bilinsin. Sonra 6-cıda deyir ki, həmişə sizinlə eyni fikirdə olan adamların əhatəsində olun. Belə bununla da bağlı çox yaxşı bir məsələ eşitmişdim. Deyir ki, məsələn belə bir nümunə verim ki, bir insanın magistr dərəcəsi yoxdur, amma sənə məsləhət verir ki, "Əş, niyə sən magistr oxuyursan, heç oxuma." Ya da bir insan heç ömrü boyu, məsələn belə deyək, xarici ölkəyə çıxmayıb, amma dəfələrlə deyir ki, "Nə var ya xaricdə və s." Ya da yəni sizin hədəfinizin nə olmasından asılı olmayaraq, yəni sizin hədəfiniz bir saqqız almaq da ola bilər. Yəni xarici bir ölkədə biznes qurmaq da ola bilər. Bu dəyişmir yəni. Elə bir insanı özünüzə yol göstərən olaraq seçin ki, həmin insan sizlə addımlayacaq biri olsun, sizin məqsədləriniz eyni olsun. Eyni olsun deyə, yəni məqsəd olmalıdır ki, siz eyni hədəfə doğru gedəsiniz. Yəni uğurlu insan olmaq uğrunda, özünü inkişaf etdirmək uğrunda. Yəni sizə yol göstərə biləcək biri olsun. O yoldan keçmiş biri olsun ya da o yolun başqa bir versiyasını sınamış biri olsun. Sonra deyir ki, öyrənməkdən heç vaxt çəkinməyin. Zaten bu bizim ən əsas öncəliyimiz olmalıdır. Və yəni sadəcə ruhdan düşməməyə çalışmalıyıq və öyrənməkdən çəkinməməliyik. Sonra gəlirik səbrə. Əslində bu 10-cu fəsil sanki ilk danışdıqlarımızın bir növ yığması kimidir. Çünki burada sayılanlar əslində bayaqdan saydıqlarımızdır. Səbr deyir ki, ən yaxşı nəticələr bir gecənin içində alınmır. Onlar adətən böyük səylərdən sonra gəlir. Sonra deyir ki, layihəni dünyaya göstərin. Bu nə deməkdir layihənizi göstərin? Yəni ki, bir şey eləməkdən utanmayın. Yəni başda dedim, yəni başqaları nə düşünər yox. Bu mən özüm haqqında gələcəkdə 10 il sonra necə düşünəcəm önəmli olmalıdır bizim üçün. Yəni Qambatiyanın məqsədi odur. Onu da olaraq deyir ki, ürəyinizin səsini dinləyin. Yəni hər şeydən əvvəl kim nə deyirsə desin, hətta o yolda sınayıb məğlubiyyətə uğramış birisi də məsləhət verirsə, siz yenə öz bildiyinizi eləyin. Öz bildiyinizi eləyin deyəndə ki, insan nəticə çıxarmaq qabiliyyətinə malik olan bir varlıqdır. Əlbəttə ki, öz bildiyinizi, yəni sizi uçuruma aparan bir şey də eləməyin. O uçurumdan düşməyin bir mənası yoxdur əlbəttə ki. Amma yenə də hədəf sizindir, düşüncə sizindir, yol sizindir, səhv də sizindir. Ola bilər ki, eyni yoldan getmisiniz, o məğlub olub, amma siz qalib olacaqsınız. Ya da tam əksi ola bilər. Bəlkə o çox uğurludur, amma siz gedib uğursuz da ola bilərsiniz. Amma uğursuz olanda siz hara layiq olduğunuzu daha yaxşı görmüş ola biləcəksiniz. Yəni əgər inamsızlıq hiss edirsinizsə, o zaman ürəyinizdə suallarınıza cavab verib tapmış olacaqsınız. O bir məsəl var, deyir ki, məsələn bir şey eləmək istəyirsən, amma arada qalmısan da, onda deyir qəpik at, qəpik düşənə kimi nə diləyirsənsə, sən onda artıq hədəfin nə olduğunu da rahatlıqla bilmiş olacaqsan. Çünki artıq o qəpiyin özünün heç bir əhəmiyyəti yoxdur, sənin niyyətindən asılıdır hər şey. Əslində ilk 10 fəsildə əslində çox danışmaq istəyirdim, amma bu video 20 dəqiqə oldu. Ona görə bu videomu burada kəsirəm. Ümid edirəm ki, yararlı olmuşdur və sizə də maraqlı gəlmişdir. Yəni kitabın heç bir reklamı yoxdur. Yəni nəşriyyat şirkətinə heç bir iş bildiyim yoxdur. Kitabın zaten məndən necə əlaqəsi olsun, yəni müəllifin ya da başqa bir şəxsin. Sadəcə öz fikirlərim idi, maraqlı idi, istədim sizinlə də paylaşım. Həm də kanala video yükləmiş oldum bu vəsilə ilə 2 həftədən sonra. Sağ olun.